Ha, deməli video çox uzun olmasın deyə ikinci video kimi çəkirəm bunu. Oyuna o maşınları atdıq. Sonra nə edirsiniz? Gözləyirsiniz, oyun açılır. Açılır. Çıxırsınız çölə. Təzə maşınları favorit maşınların içinə gətirməkdən ötürü nə edirsiniz? Məsələn, gəldiniz bura, F8-də bir dəfə yox, 2 dəfə vurursunuz. Sonra gəlirsiniz, buradan Vehicle Options var, ona. Sonra gəlirsiniz, Vehicle Spawner var, ona. Sonra gəlirsiniz, Favoritə. Favoritə gələndən sonra bax, birinci çıxan var burada. Ad, nev, Vehicle, Nadir. A hərfini vurursunuz. Sonra buradan telefonun ki geri qayıt düyməsi var. Ona vurursunuz, bu səhifə gəlir. Klaviatura işarəsi var aşağıda. Ona vurursunuz. Yəqin ki videoda hamısı göstərilir. Buradan panoda mübadilə buferi deyilən yer var. Bax, orada məsəl üçün maşının adlarını kopyalamışdık bir yerlər. O var, bax. Maşının birinin adına vurulur. Hansı maşın düşüb düşməyində onu sizə göstərəcək. Vurursunuz, bir dəfə vurursunuz. İkinci dəfə ad gəlirsə bir dənə də vurursunuz. Və belə səs çıxır, model ad yazılır aşağıda. Ne inadı ya? Geri diye heç bu. Öldürdüyü sonra bir dənə yuxarı qalxan düymə vurursunuz, ən aşağı düşür o maşın. Bir dənə A hərfi vurursunuz. Görürsünüz o maşın düşdüyünü. Və yoxdur, gördünüz, o maşın gəlmədi. Bir dənə də vurursunuz, yoxlayırsınız, əmin deyilsiniz. Görürsünüz, gəlmədi. Sonra X düyməsini basıb o maşını silir. O maşın düşmür. Yadınızda saxlayırsınız, indi onu da göstərəcək. Zəhri marazlar. Sonra yenə də girirsiniz ad modelə. Yenə də eləyirsiniz. Klaviatura, pano, bir də buna girirsiniz. İkinci. Bu nədir ya? Bu linka bax ya. FPS-ə bax ya sən də. Bax, bu maşın düşməlidir qanunla. Lexus'dur bu. Normal düşmədi bu da. Maşında nəsə problem var. Hər şey düşmədi. X vurursunuz, bunu da ləğv edirsiniz. Onu oradan X'i vurursunuz, silinir. Sonra ne yapıyorsunuz? Keçirsiniz üçüncü maşına. Bəxtdən heç bir maşın düşmədi. Yəni mən bunu çəkməkdə məqsəd odur ki, maşının necə gətirəcəyinizi göstərmək. Bax, bu da düşmədi. Bunu da silirik buradan. Dördüncü vurduğumuz maşına da baxırıq. Yəni bu qaydada baxırsınız. Yəni onu göstərmək istəyirəm. Yəni bundan gerisi artıq sizə aid olan bir şeydir. Mən bilən bu düşməlidir da. Biri düşməsə olmasa, bu düşdü bax. Bu Lamborghini Urus. Yəni belə bu qaydada. Sonra B ilə də qaydırsınız B ilə. Təmiz qaydırsınız. Nə edirsiniz sonra? Hansı maşın idi orada açmada? Yadınızda qaldı da yəqin ki. Açmayan maşın var ha. Baxın. Hansıydı o? Bu 3 dənə maşın açmadı. Bir dənə axırıncı maşın açdı. MB 63 Esport Ipace. Bunlar var ha. Bunların gelirsiniz bura. Onları oradan silməlisiniz. Mütləqdir. MB həmin o adları tapırsınız buradan. Silirsiniz. Bu idi. İspacı.
M hanım M'lar. Yani M'lar hanı beyin söndürücü. Ha bir de budur. Ha bunları silirik buradan. Sonra ne edirik? Geri qaydırıq bura. Davamlar da bunun içindən də silmək lazımdır onları. Onları tam silmirsiniz. Artıq yeni maşın əlavə edəcəksinizsə ancaq içdəkiləri silirsiniz. Bax bunları. Bax bunları. İki xəttin arasında. İki xətti arasına yazmasanız ya xəttin birini silsəz maşın düşməyəcək. Bunu saxlayıram ki, yeni maşını buraya əlavə eləyə biləsiniz. Yəni bu qədər.